Salam başı bəlalı xalqım. Mən ölüm, bir daha bura baxın. Bu axır həftəni MSK-dan hər gün mənə seçkilərə dəvət mesajı gəlir. Elə bir ki, kimdisə sübh namazını qılır, düşür bu millətin canına. Deyirəm, qardaş, yaxşı ki, bu seçkilər oruçluq ayına təsadüf etməyib. Yoxsa hər imsaqdan sonra bizə mesaj gələrdi. Zarafat qalsın bir yana, bilmirəm, müşahidə eləmisiz ya yox. Bu hökumətdə təmsil olunan müəyyən zümrələr var ki, elə bir ki, onların işi, missiyası bu xalqı, bu milləti ələ salmaqdan, dolamaqdan ibarətdir. Fikir vermişsiniz də yəqin, danışıqlarından, hərəkətindən, sanki bizi barmaqlarına sarıyırlar. Hələ sizə bir dənə də maraqlı bir şey deyim. Bir ay bundan qabaq hardasa bizim kənd soveti mənə zəng vurdu ki, müəllim üzrlü sayında əslində dəvətnamə kağız şəklində gətirib sizə təqdim eləməliyəm. Ancaq yollarınız